Hər vaxtınız xeyir əziz izləyicilər. Güney Azərbaycan televiziyasının həftə sonu proqramında biz dünyada və bölgədə baş verən əsas hadisələri analiz edirik. Azərbaycan üçün əsas hadisələrdən biri dövlət başçısı Prezident İlham Əliyevin Çinə səfəri idi. Bu sıradan bir səfər deyil. Çin də sıradan bir dövlət deyil. Belə deyək də, bir müddət sonra da iqtisadi baxımdan Amerikanı da vurub keçəcək. Böyük bir ölkədir və çox möhtəşəm bir qarşılanma mərasimi keçirildi. 21-ə yaxın sənəd imzalandı Pekində. Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına da maraq göstərir. Burada da Çin əhəmiyyətli bir rola malikdir. Bu mövzuları müzakirə edəcəyik. Bundan başqa Rusiya-Ukrayna danışıqları davam edir. İndi Amerika prezidentinin bir planı var. O planı həyata keçirməyə çalışır. Üstəgəl Amerika İranla da məşğuldur. İran mövzusu da gündəmdədir. Müxtəlif Amerikalı və İranlı diplomatlarla vasitəçilərin təşəbbüsünə görüşlər keçirir. Omanda, İtaliyan paytaxtı Romada. Yenidən gələn həftə bu görüşlər davam etməlidir. Burada da bir irəliləyiş gözləyir beynəlxalq aləm. Trump da çox ümidlidir. Üstəgəl İrandan söz düşmüşkən, İran prezidentinin də gələn həftə Azərbaycana səfəri başlamalıdır. Fövqəladə bir əlbəttə ki, hadisə baş verməsə. Aprelin 28-də böyük bir heyətlə də gəlir İran prezidenti Məsud Pezeşkiyan. Bu mövzuları müzakirə edəcəyik. Proqramımızın bugünkü qonaqları çox hörmətli millət vəkilləri Günay Ağamalı və Elçin Mirzəbəylidir. Günay xanım, xoş gəldiniz. Elçin bəy, siz də xoş gəldiniz. Xoş gördük. Günay xanım, Prezident İlham Əliyevin səfərinin nəticələri, əlbəttə bu haqda çox yazıldı, müxtəlif açıqlamalar verildi. Amma hesab edirəm ki, mövzuya qayıtmaqda yenə də fayda var. Çünki dediyim kimi Çin sıradan bir ölkə də deyil. Yəni bəziləri indi yazılarına mən diqqət yetirdim. Azərbaycanın Çinlə bu yaxınlaşması, imzalanan müqavilələr belə dəyərləndirirlər ki, Azərbaycan biraz da xarici siyasəti şərqə doğru istiqamətlənir. Halbuki bizim balanslaşdırılmış xarici siyasətimiz var da və məncə o siyasətdən də biz vaz keçməmişik. Buyurun, sizi dinləyək. Çox sağ olun, təşəkkür edirəm. İlham bəy, ölkə başçısı cənab prezidentin Çin Xalq Respublikasına səfəri, orada cənab prezidentə olan hörməti və qarşılanmanın hamımız şahidi olduq və bu hər bir Azərbaycanlıda böyük qürur və fəxr hissi yaşatdı. Doğrudan da dünyanın ikinci nəhəng ölkəsi olan Çində bu cür qarşılanma deyərdim ki, Azərbaycanın növbəti diplomatik uğurlarından biridir. Və bu səfərdən sonra Azərbaycan və Çin münasibətləri əhatəli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldi ki, bu addım siyasi dialoqun daha da intensivləşməsinə zəmin yaratdı. Həm siyasi, iqtisadi, hərbi, texnoloji cəhətdən inkişaf üçün yeni imkanlar açdı. Mən xüsusilə bu səfərdə hər birimizin diqqət çəkdiyi bir məqam da o oldu ki, Çin və Azərbaycan arasında viza rejiminin deməli aradan qaldırılması məsələsi idi ki, bilirsiniz ki, Azərbaycan və Çin arasında müəyyən ticari və biznes əlaqələri mövcuddur ki, bu da hesab edirəm ki, biznes mühitinə yeni imkanlar yaradacaq və bu sahədə məşğul olan Azərbaycanlı soydaşlarımız üçün çox böyük, belə deyim, imkanlar açacaq və zaman baxımından da çox deməli uyğun bir razılaşmadır. Və daha sonra hər birimizin diqqət çəkdiyi bir kəmər, bir yol deməli təşəbbüsündə əməkdaşlıq məsələsi də hər birimizdə böyük diqqət deməli çəkdi. Bu məsələ bilirsiniz ki, bugünkü gündə Bakı-Tbilisi-Qars deməli dəmir yolu vasitəsilə həyata keçirilir. Görünən və o qədər də uzaqda olmayan, hesab edirəm ki, Zəngəzur dəhlizinin açılması ilə biz bu məsələdə daha geniş imkanlar əldə edəcəyik və təbii ki, orada artıq Zəngəzur dəhlizi deməli bu məsələdə bu bir kəmər, bir yol deməli layihəsində yeni bir pəncərə olacaqdır. Və ümumilikdə götürsək, cənab prezidentin Çin Xalq Respublikasına səfəri çox uğurlu və necə deyirlər, diplomatik cəhətdən də çox deyərdim ki, hər kəsdə bir daha vurğulamaq istərdim ki, qürur verici bir təəssürat yaratdı. Yəni siz əslində cənab prezidentin səfərinin bütün aspektlərini işıqlandırdınız. Elçin bəy, Günay xanım da söylədi, viza məsələsi var.
4 milyarda 3 milyard, təxminən 4 milyard dollara yaxın ticarət mübadiləsi var. Düz indi biz çalışmalıyıq ki, gələcəkdə düz aldığımız daha çoxdur, nəinki satdığımız. Bu istiqamətdə də müəyyən çalışma. Bəli, potensialımızı artıraq ki, ixrac potensialı artsın, daha çox məhsulla. Çünki böyük bazardır, 1 milyard 400 milyon insanın yaşadığı böyük bir bazardır. Üstəlik elə Günay xanım, yəni Zəngəzur dəhlizi məsələsinə də toxundu ki, Pekində müzakirə mövzulardan biri də həqiqətən orta dəhlizidir. Zəngəzur dəhlizi də əlahiddə bir dəhliz deyil. Orta dəhlizin segmentidir. Bəli, orta dəhlizin tərkib hissəsidir, tamamilə haqlısınız. Amma görünən odur ki, Ermənistan elə bu məsələni ləngidir və cənab prezidentin əslində Çinə səfəri bir çox mərkəzlərdə diqqətli izlənilirdi. Rusiyada, Amerikada, İranın özündə müəyyən qədər paxıllıq hissləri də yəqin var bu. Çünki orta dəhliz, məsələn, 3 istiqamət var da, Çin məhsullarının Avropa bazarına çatdırılması. Rusiya üzərindən ki, problemlidir. Niyə? Çünki Avropa Rusiya üzərindən məhsulları qəbul etmək istəmir. Okeanlar çox vaxt aparır, təhlükələr də var. Ən münasib elə orta dəhlizdir. Yəni əslində Ermənistan hakimiyyətinin məntiqi olsa, bu məsələni sürətlə əldə edir. Amma məntiqi olmasa, əlbəttə bizim Günay xanım xatırlatdı, Bakı-Tiflis qarsımız var. İndi İran marşrutu. İnfrastruktur var və bizim üçün indiki şəraitdə alternativinin olması əslində əlavə bir imkanlar yaradır. Olmasa da eyni proses davam eləyəcək. Mən də icazə xanım bir səfərə bir neçə məqama diqqət çəkmək istəyirəm. Əslində mənə görə bir neçə açar məqam var bu prosesin içərisində. Birinci, Çin Xalq Respublikası ilə Azərbaycan arasında imzalanan bəyannamədir və o bəyannamədə ən önəmli məqamlardan da biri regiondakı proseslərə söhbət Cənub Qafqazdan gedir. Kənar qüvvələrin müdaxiləsi ilə bağlı yer alan məqamdır. Yəni manipulyativ davranışlara yer verməməsi məsələsi Çin tərəfindən xüsusi olaraq dəstəklədir. Azərbaycan ərazi bütövlüyünün, suverenliyinin və müstəqilliyinin dəstəklənməsi də qənaətimə görə önəmli faktorlardan biridir. Çin özünüz də qeyd etdiyiniz kimi sürətlə inkişaf edən bir ölkədir. Müdaxilə məhsulun həcmi də müqayisədə Birləşmiş Ştatlarla, yəni 2-ci dünya nəhəngi ilə, hal-hazırda 1-ci dünya nəhəngi ilə müqayisədə sürətlə artır. Xarici borclanma kifayət qədər aşağıdır və baxımdan da yaşıl texnologiyaların tətbiqi istiqamətində Çinin önə keçməsi nəticə etibarilə bu ölkənin əgər fövqəladə bir hadisə baş verməz də birinci iqtisadi gücə çevrilə biləcəyi ehtimalını ortaya qoyur. Bu da çox mühüm faktorlardan biridir. İmzalanan sənəddə önəmli olan məqamlardan da biri Azərbaycan qeyri-neft sektoruna, qeyri-enerji sektoruna yatırılan, nəzərdə tutulan vəsaitlərlə bağlıdır. Yəni bildiyiniz kimi Çin hal-hazırda dünyada bəlkə də birinci ölkədir ki, çox ciddi şəkildə investisiya layihələri həyata keçirilir müxtəlif ölkələrdə. Orada biz istirahət gözləyə bilərik də. Çünki bəli, o çox vacib məqamdır. Mənim qənaətimə görə həm də bu investisiyaların ən önəmli cəhətləri ondan ibarətdir ki, prosesin təməlində siyasi motivlər yoxdur. Yəni burada sırf iqtisadi maraqlardan çıxış etmə var və həddən artıq əlverişli sərmayələrdir. Yəni burada təkcə Çin tərəfinin maraqları deyil, qarşı tərəfində maraqları nəzərə alınır və xüsusi olaraq da yeni texnologiyaların tətbiqi istiqamətində, infrastruktur istiqamətində layihələrin Çin tərəfindən maliyyələşməsi hal-hazırda bizim üçün mühüm əhəmiyyət kəsb edən faktorlardan biridir. Bəlli olduğu kimi təkcə enerji sektorunda deyil, eyni zamanda qeyri-neft sektorunda birinci növbədə inkişaf labüddür ki, neft hasilatının azalacağı təqdirdə məhz qeyri-neft sektorunun inkişafı üçün daha böyük bir potensial və imkanlar yaradılsın. Bu da önəmli faktorlardan biridir və təbii ki, Günay xanım da qeyd etdi, siz də vurğuladınız. Bu da orta dəhlizlə bağlı məsələdir. Azərbaycan üçün indiki şəraitdə təkcə Azərbaycan üçün deyil, bəlli olduğu kimi elə Çin Xalq Respublikasının özü üçün də, Avropa İttifaqı üçün də hal-hazırda orta dəhliz mühüm əhəmiyyətə malik olan istiqamətlərdən biridir. Daha qısa bir zaman kəsiyində deməli
yüklərin daşınması mümkündür. Müasir dünyada əslində sırf iqtisadi maraqlar kontekstindən yanaşanda birinci növbədə istənilən dəhlizin rentabelliyi ön plana çıxır. Yəni burada siyasi faktorlar arxa plana, ikinci plana keçir və orta dəhlizdə ən rentabelli qısa müddətdə yüklərin daşınmasında daha böyük vəsaitlərə qənaət olunmasına xidmət edən bir marşrutdur, bir istiqamətdir. Bu aspektdən də düşünürəm ki, indiki şəraitdə həm Avropa İttifaqının proseslərə yanaşması, həm də Çin tərəfindən orta dəhlizin ciddi şəkildə dəstəklənməsi son nəticədə bu dəhlizin önəmli bir segmenti olan, həmçində Ermənistanın indi şəraitində əslində maraqlarına xidmət edən və bölgənin maraqlarına xidmət edən Zəngəzur dəhlizinin də gerçəkləşməsinə, yəni prinsip etibarilə öz töhfəsini verəcək. Siz Avropanın adını çəkdiniz. Əslində prezidentin Çinə səfərindən bir neçə gün sonra Avropa Xarici Siyasət Məsələləri Komissarı Kaya Kallasın Azərbaycana səfəri də əslində təsadüfi olmadı. Tamamilə doğrudur. Çünki görürlər ki, Azərbaycanın bölgədə yeri və rolu artır. Məsələn, onun sələfi Josep Borrell anti-Azərbaycan açıqlamaları yadda qalmış. Bakıya gələmirdi. Dünən Ceyhun Bayramov da mətbuat konfransında qeyd etdi. 9 illik aradan sonra Avropa komissarı Azərbaycana səfəri və mən açıqlamalara baxdım. Çox isti açıqlamalar. Çox isti və əslində münasibətlərin inkişafına xidmət edən açıqlamalardır və indiki şəraitdə maraqlar üst-üstə düşür və bu həm də təkcə enerji layihələri ilə bağlı deyil, eyni zamanda kommunikasiyalarla bağlı olan strateji baxış bucağı ilə bağlıdır. Hal-hazırda yəni Amerika Birləşmiş Ştatlarının yürütdüyü proteksionist siyasət və rüsumların qaldırılması nəticə etibarilə həm Avropa İttifaqının özü üçün yeni bazarlar və yeni mənbələr axtarışına çıxmasına deməli zəruri edir və eyni zamanda bu Çin üçün də vacib olan faktorlardan biridir. Biz bir zamanlar tamamilə fərqli qütblərdə dayanan ölkələrin indiki şəraitdə qütblərin bir-biri ilə əməkdaşlıq etdiyinin şahidi oluruq. Yəni prinsip etibarilə dünya düzəni dəyişir, reallıqlar dəyişir və iqtisadi müharibələr fonunda iqtisadi maraqlar ön plana çıxır və indiki şəraitdə həm Avropa İttifaqı kontekstindən yanaşanda, həm də Çin kontekstindən fərq götürür, regionun dövlətləri kontekstindən qənaətimə görə iqtisadi amillər ön plana çıxacaq, siyasi motivlər yaxın zaman kəsi üçün arxa plana keçəcək. Çünki indiki şəraitdə hazırda ən önəmli faktor daxili bazarın qorunub saxlanılması, ixrac potensialının artırılması və əhalinin sosial rifahının yüksəldilməsidir ki, bu da ön plandadır. Yəni. Günel xanım, Pekində müzakirə edilən mövzular arasında Şanxay Əməkdaşlıq Təşkilatında Azərbaycanın fəal rolu da qeyd edildi. İndi səhv eləmirəmsə biz orada müşahidəçi statusundayıq. Ola bilər ki, gələcəkdə üzvlük barədə də ciddi bizim addımlarımız olsun. Və orada da qeyd edildi, Çin lideri Xi Jinping də qeyd etdi ki, Pekində Şanxay Əməkdaşlıq növbəti toplantısında Azərbaycan prezidenti də dəvət edir. O perspektivi siz necə qiymətləndirirsiniz, Azərbaycan və Şanxay Əməkdaşlıq Təşkilatı? Elxan bəy, biz əgər Şanxay Əməkdaşlıq Təşkilatına üzv olarıqsa, təbii ki, bu təşkilatın fəaliyyətində daha yaxından iştirak etmiş olarıq. Qərarların formalaşmasında, qəbul olunmasında deməli təsir imkanlarına malik olarıq. Təbii ki, bununla yanaşı diplomatik və iqtisadi platformadan da bu bizim üçün olduqca deməli hesab edirəm ki, önəmli bir platformadır. Ümumiyyətlə Şanxay Əməkdaşlıq Təşkilatının üzv olan ölkələrdə təhlükəsizlik, iqtisadi, siyasi və bu kimi deməli layihələr ümumilikdə, yəni müzakirə olunmaqla bərabər və burada hər bir ölkənin o layihələrdə, müzakirələrdə təsir etmək imkanları olur. Təbii ki, əgər biz bu təşkilata üzv olarıqsa, bu şəkildə bu da Azərbaycanın hesab edirəm ki, növbəti diplomatik uğurlarından biri olar. Baxın, biri var, biz bugün orada bir müşahidəçi statusuna malikik. Bir də var ki, artıq biz o həmin təşkilatın üzvüyük. Baxın, bunlar arasında yəni hesab edirəm ki, yəni heç də az fərq yoxdur. Yəni bu baxımdan mən düşünürəm ki, həm də Azərbaycanın belə deyim, yəni Cənubi Qafqazda və Orta Asiyada körpü rolunun oynamasında da hesab edirəm ki, bu təşkilata üzv olması kifayət qədər yəni töhfə verəcəkdir. Məsələn, siz düşünürsünüz ki, əslində gələcəkdə, yaxın gələcəkdə üzvlük bizim üçün faydalı ola bilər.
Bəli. Yəni bir pillə də artıra bilər müşahidəçi Təbii ki. statusundan. Əslində Azərbaycan mövqeyini ifadə edib məsələ ilə bağlı, yəni Şanxay Əməkdaşlıq Təşkilatının üzvlüyü ilə bağlı bu müşahidəçi statusu ilə kifayətlənməyəcək indiki şəraitdə və qənaətimə görə həm BRICS ilə bağlı məsələdə ölkəmizin mövqeyi bəllidir, həm Şanxay Əməkdaşlıq Təşkilatı ilə bağlı məsələdə ölkəmizin mövqeyi bəllidir və indiki şəraitdə Azərbaycanın, yəni bizim baxış bucağımızdan yanaşsaq, bizim üçün ənənəvi olmayan bazarlara çıxışının əldə edilməsi çox mühüm faktorlardan biridir və nəzərə alsaq ki, həm BRICS-də, həm Şanxay Əməkdaşlıq Təşkilatı da iqtisadi potensial baxımından, təbii resurslar baxımından kifayət qədər ciddi ölkələri deməli birləşdirir, həm də insan resursları baxımından da xüsusi çəkiyə malik olan deməli təsisatlardan biridir dünyada. Yaxından bütün alternativləri Azərbaycanın dəyərləndirilməsi əslində ölkəmizin ənənəvi siyasi kursunun detallarından xəbər verir. Yəni prinsip etibarilə biz həm siyasi maraqlarımızı şaxələndiririk, iqtisadi maraqlarımızı şaxələndiririk və bu da əslində təhlükəsizlik elementlərinin çox vacib faktorlarından biridir. Yəni söhbət təkcə ərazi bütövlüyünün təhlükəsizliyi və s. bundan getmir. Ərzaq təhlükəsizliyi, enerji təhlükəsizliyi və bütövlükdə təhlükəsizlik faktorları baxımından Azərbaycanın bu istiqamətdə siyasətinin şaxələndirilməsi çox önəmli qənaətimə görə addımlardır. Elçin bəy, siz bir qədər öncə qeyd etdiniz, yəni o imzalanan sazişlər barədə orada bəli önəmli bəyanat idi ki, bir-birimizin ərazi bütövlüyünü bir mənalı dəstəkləyir. Və mənə elə gəldi ki, bu daha çox Çinə lazımdır, çünki biz zaten ərazi bütövlüyümüzü təmin etmişik. Hətta şərti sərhəddə strateji yüksələn nəzərdə. Çünki Çin üçün Tayvan məsələsi. Aydındır, vahid Çin ideyasını Azərbaycan həmişə dəstəkləyir. Bizim baxış bucağımızdan ərazi bütövlüyü faktoru beynəlxalq hüquqa uyğun olaraq birinci yerdə dayanır. Amma orada bir məsələ var. Günay xanım da danışdı, Şanxay Əməkdaşlıq Təşkilatı üzvlüyündə maraqlı olmağımız. Yəni indi bax siz də qeyd etdiniz, Amerika ilə Çin arasında bir tarif müharibəsi gedir. Bizim bu Çinlə yaxınlaşmamız, strateji tərəfdaş, düz maraqlarımız var və heç kim buna qarşı. Amma bu anti-Amerikan blokuna qoşulmaq kimi qiymətləndirilir. Qənaətimə görə yox. Yəni burada söhbət iqtisadi müstəvidə gedir. Amerika Birləşmiş Ştatları Pekinin belə bir istəyi ola bilərmi? Ki məsələn bu dövlətdən yaxınlıq edir, Amerikada ticarət müharibəsinin İstək əlbəttə var. Həmişə var. Biz ona getməliyik. Və təbii istəkdir, bu normal istəkdir. Yəni Pekinin baxış bucağından və daha çox ölkələrlə əməkdaşlıq etmək, daha çox ölkələrlə yaxın olmaq və bu prosesin içərisində öz müttəfiqlərinin, tərəfdaşlarının sayını artırmaq. Bu normal qəbul olunmalıdır. Amma təbii ki, Azərbaycanın yanaşma tərzi fərqlidir, başqadır. Bir adı önəmli olan məqamlardan biri çox incə bir həssas var. Amerika Birləşmiş Ştatlarının proteksionist siyasəti, yəni iqtisadi müstəvidə Amerika Birləşmiş Ştatlarının daxili bazarına yönəlmiş faktordur. Yəni bu Çinin hansısa başqa ölkələrlə və yaxud iqtisadi əməkdaşlığına yönəlmiş bir amil deyil və hətta buna qarşı çıxış etməsi də qənaətimə görə məntiqsiz olardı. Trump çox yaxşı iqtisadçıdır və dünyada gedən iqtisadi prosesləri çox yaxşı dəyərləndirir. Bu baxımdan onu da anlayır ki, başqa dövlətlər üçün də özlərinin iqtisadi maraqlarının həyata keçirilməsi vacib faktorlardan biridir. Çin dünyanın ən nəhəng dövlətidir əhalisi sayına görə və bizim üçün də çox önəmli bir bazardır. Təbii ki, əgər biz qeyri-neft sektorunu inkişaf etdirib lazımi səviyyəyə çatdırsaq və bizim üçün bu istiqamətdə investisiyaların yatırılması perspektivi də göz qabağındadır. Baxımdan bizim böyük bazarlara ehtiyacımız var və bu da təbii qəbul olmalıdır. Amma bu siyasi müstəviyə keçəcəkmi? Yəni hansısa blok şəklində alacaqmı? Yox qənaətimə görə. Çünki Azərbaycan özünün hədəfini prinsipal olaraq elan edib. Bizim ailəmiz Türk ailəsidir. Azərbaycan Türk Dövlətləri Təşkilatını qlobal güc mərkəzlərinin bir parçası kimi görür dünyada. Yanaşma tərzimiz də odur, inteqrasiya istiqamətimiz də odur amma bununla paralel olaraq digər dövlətlərlə də beynəlxalq hüququn subyektlərindən biri kimi normal münasibətlər qurmalıyıq və qururuq. Siz siyasi blok ifadəsi işlətdiniz. Günay xanım, bu maraqlı başqa bir hadisə də baş verdi. Azərbaycan prezidenti Pekində səfərdə olarkən, Xi Jinpinglə müzakirə apararkən, Pakistanın baş naziri Şahbaz Şərif də ki, bizim də Pakistana strateji müttəfiqlik münasibətləri var. Ankara'daydı. Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyip Ərdoğanla görüşürdü. Orada Ərdoğan cənab Cumhurbaşqanı belə bir ifadə işlətdi ki, mətbuat konferansında sonra
Türkiyə, Azərbaycan, Pakistan üçtərəfli formatını biz gərək gücləndirək. Bu zərurət. Biz də bilirik ki, Pakistan, Azərbaycan və Türkiyə ilə yanaşı Çinlə də strateji müttəfiqliyə malik. Burada indi Hindistan faktoru da var. Yəni gələcəkdə bu üçtərəfli format ki var, Azərbaycan, Türkiyə, Pakistan, bunu dörd tərəfli formata, halbuki Elçin bəy deyir, biz siyasi bloklara qoşulmuruq. Amma iqtisadi lap zəmində olsun. Azərbaycan, Türkiyə, Pakistan, Çin. Belə bir formatı necə təsəvvür etmək olar? Elxan bəy, Azərbaycan daha öncə hörmətli həmkarım Elçin bəy çox düzgün vurğuladı. Azərbaycan diplomatik məsələlərdə və ümumiyyətlə dünya ölkələri ilə münasibətlərdə hər bir ölkə ilə münasibət qurmağı bacaran bir dövlətdir. Yəni bugün Azərbaycanın qeyd etdiyiniz ölkələrin heç biri ilə problemi yoxdur. Əslində Azərbaycan başqa sözlə ifadə etsək, heç zaman heç bir ölkə ilə belə deyim, hər hansısa bir şəkildə problemi olmayıb. O vaxta qədər ki, o ölkə ona problem yaratmasın. Bizə problem yaratmasın. Bəli, o deməli sürəcə Azərbaycan heç bir ölkə ilə münasibətləri bu və ya digər şəkildə kəskinləşdirmir. Və mən hesab edirəm ki, sözü gedən deməli məsələyə əlavə bir deməli hətta Çinin və Pakistanın da əlavə olunması, yəni belə deyək də, bu sözdə əlavə oluna bilər də, Elçin bəy, düzdürmü? Yəni biz hər hansısa bir burada sənəd imzalanmasından danışmırıq. Yox, sadəcə format olar. Çünki misal üçün başqa formatlar da var. Azərbaycan, Türkiyə, Gürcüstan, Azərbaycan, Türkiyə, Türkmənistan. Əslində bu Azərbaycan tərəfinin Elxan müəllim təşəbbüsləridir. Yəni daha kiçik, iki tərəfli, üç tərəfli format bizim baxış bucağımız. Çünki beynəlxalq hüququn indiki şəraitdə bütün mexanizmlərinin sıradan çıxdığı bir zaman kəsiyini, BMT və onun Təhlükəsizlik Şurasının hansı təsir mexanizmlərinə malik olmaması, sadəcə maraqların uzlaşdırıldığı bir məkana çevrildiyi bir zaman kəsiyində ən doğru seçim məhz lokal çərçivədə, regional çərçivədə əməkdaşlıq etməkdən ibarətdir. Orada artıq çoxsaylı maraqlar ortaya girmir. Maraqlar artdıqca qərarların qəbul edilməsi də problemləşir, çətinləşir. Biz bunu müşahidə etmişik 30 ilə yaxın müddət ərzində torpaqlarımızın işğal altında olduğu dövrdə. İndiki şəraitdə də üçtərəfli format və həmçində Türkiyə, Azərbaycan, deməli Pakistan formatı əslində effektiv bir formatdır. Bu özünü bir çox məsələlərdən nümunə verib, detallarını varmasaq da. Amma indiki şəraitdə bu formatın prinsip etibarilə Çinin də daxil olması ilə genişləndirilməsi perspektivini görmürəm sözün doğrusu. O başqa bir formatdır. Qənaətimə görə o başqa bir formatdır. O Şanxay əməkdaşlıq təşkilatı, Azərbaycan-Çin münasibətləri. Burada təkcə mexanizmlər, ticari maraqlar, başqa aspektlər rol oynamır. Yəni burada mənəvi bağlar da güclüdür. Yəni Azərbaycan, Türkiyə, Pakistan münasibətlərinin mənəvi bağları da güclüdür. Mədəni bağları da güclüdür və bu artıq Çin faktoru ilə qətiyyən uzlaşmır. Razılaşıram sizinlə. Yəni hətta Pakistan baş nazirinin bir müddət əvvəl Azərbaycanın rəsmi səfəri də olmuşdu. Biz Pakistan müttəfiqimiz olmasına rəğmən çox təəssüfkar iqtisadi əlaqələr o qədər yüksək səviyyədə, demək Çinlə müqayisədə çox aşağı səviyyədə. Amma Azərbaycan prezidentinin qərarı ilə biz Pakistana 2 milyard dollarlıq bir yatırım da istiqamətləndirmək. Onun indi Pakistan özü araşdırır ki, hansı iqtisadiyyatın hansı sahələrinə yönləndirsinlər. Bu arada Pakistandan söz düşmüşdən etmək, yəqin jurnalistlər sizə də eyni sualı verir. Pakistanla Hindistan arasında məlum səbəblərlə münasibətlər yenidən gərginləşib. Azərbaycan mövqeyi sizə necə olmalı? Bir mənalı Pakistanı müdafiə etməlidir və edirdi. Yəni burada başqa alternativi yoxdur. Yəni Hindistanın ümumiyyətlə beynəlxalq münasibətlər sistemindən yanaşmasında, həmçinin Azərbaycana, Cənubi Qafqaza yanaşmasında biz tamamilə aqressiv bir siyasətin şahidi oluruq. Prinsip etibarilə əgər Hindistan bu gün Ermənistanı silahlandırmaya davam edirsə və həmçinin Makron hakimiyyəti ilə çox yaxından əməkdaşlıq edərək Cənubi Qafqazda sülhün, sabitliyin bərpa olmasına maneə yaratmağa cəhd göstərirsə, yəni təkcə bu faktor yetərlidir ki, Hindistanla hər hansı bir müstəvidə ciddi əməkdaşlıq həyata keçirilməsin. Doğrusu mənə hətta indiki şəraitdə Hindistlərlə hansı iqtisadi münasibətlərin də inkişaf etdirilməsinin və hətta indiki səviyyəsinin də olmasının mümkün olmadığını düşünürəm. Qənaətimə görə imtina etmək lazımdır bir çox məsələlərdə və alternativlərimizin sayı çoxdur. Məsələn, Hindistanın dərmanlarından imtina etmək lazımdır, tibb ləvazimatlarından bütövlükdə imtina etmək
etmək lazımdır. Nəzərə almaq lazımdır ki, beynəlxalq miqyasda təkcə ötən il ərzində Hindistanın istehsal etdiyi dərman vəsaitlərinin məmulatlarının təxminən 42% keyfiyyətsiz olduğu üçün dövriyyədən çıxarılıb, amma Azərbaycana gətirilir. Bu aspektdən də yəni biz təbii iqtisadi maraqlarımızı önə çəkirik. O indiki şəraitdə düşünürəm ki, Pakistanda da əczaçılıq sənayesi inkişaf edir kifayət qədər. Məhz bu istiqamətdə də Azərbaycanın ortaq Pakistanla layihələr həyata keçirilməsi mümkündür və ümumiyyətlə Hindistanın bu bazardan bütövlükdə çıxarılması qənaətimə görə indiki şəraitdə ən doğru yanaşmalardan biri olardı. Maraqlı fikirlər əslində. Həqiqətən rəqəmlərə baxsaq, məsələn Pakistan bizim müttəfiqimiz, amma Hindistan Ermənistanı silahlandırır. Amma ticarət əlaqələrin müqayisəsi Azərbaycan Hindistanla daha çoxdur. 1 milyard dollara səhv eləmirəmsə yaxındır. Bizim neftimizi də deyəsən alırlar. Amma mən sizinlə tamamilə razıyam. Bu siyasətimizdə də məncə biraz korrektə etməyə də fayda var. Çünki baxın, Hindistan Kaşmirdə baş verib də hansısa bir terror təşkilatı turistlərə atışır. Dərhal Hindistan araşdırılmadan eləmir. Həmin o açıqlama bəlkə Pakistanın işidir. Bəli. Pakistan deyir, ölənlərə rəhmət deyib. Yəni bizim əlaqəmiz yoxdur. Düzdür, Kaşmirlə bağlı uzun müddət fikir ixtilaf var iki dövlətə. Amma Kaşmirdə nə baş verir? Atırlar Pakistanı. Siz eləmisiniz. Kəşmiş məsələsi də Azərbaycanın mövqeyi aydındır məsələdə. BMT qətnamələrinə uyğun olaraq Azərbaycan beynəlxalq hüququn yanındadır və hər zaman da belə olub. İndiki şəraitdə məhz Hindistanın yürütdüyü siyasət Kəşmirdə mövcud şəraitin yaradılmasına zəmin yaradıb. Yəni Hindistanın yürütdüyü qeyri-tolerant münasibət, müsəlmanlara qarşı yürüdülən aqressiv siyasət mövcud situasiyanın ortaya çıxmasına zəmin yaradır. Bu aspektdən də Hindistan öz siyasətində korrektə etməlidir və başa düşməlidir ki, yaşadığı, mövcud olduğu region həm etnik baxımından, tərkib baxımından, həm dini tərkib baxımından digər xalqlar üçün də, digər dövlətlər üçün də mühüm faktordur, mühüm amildir və başqa xalqların da, başqa dininin mənsublarının da hüquqlarına hörmətlə yanaşılması zəruridir. Yəni burada Azərbaycanın baxış bucağı əslində yenə də beynəlxalq hüquqa, ədalət prinsiplərinə söykənir. Tamamilə razıyam. Bu arada bu Rusiya-Ukrayna müharibəsində də yeni bir sanki situasiya yaranıb Günay xanım. Düzdür, indi Trumpın planı müxtəlif informasiya agentlikləri yayınlayıblar. İndi müzakirələr yəqin davam edir. Çox çətindir. Yəni bir ölkə gəlib sənin ərazini işğal edib, o ölkə də əraziləri azad etməyə çalışır. Əlbəttə bu ikisi arasında ortaq məxrəc tapmaq çətindir. Necə ki biz 30 il əvvəl torpaqlarımız işğal olmuş, məcbur qalıb indi 94-cü ildə atəşkəs sazişi imzaladı, amma bilirdi ki, müvəqqətidir. Biraz inan var idi ki, bəlkə danışıqlar yolundan Minsk qrupu yaradıldı, nəsə həll edə bilər, amma gördük ki, sonda Minsk qrupu da nə dedi? İlham Əliyev də bunu dəfələrlə bizə deyir, inandırmağa çalışırlar ki, unudun bu məsələni, itirmisiniz, amma biz barışmadıq və müharibə oldu, torpaqlarımızı geri qayıtdı. Ukrayna üçün daha çətindir. Verilişdən qabaq biz sizinlə də Rusiya siyasətindən danışdıq. Amma son zamanlar biraz İran danışıqları da fəallaşıb. Yəni Trump Rusiya-Ukrayna məsələsini bitirmədən keçib İran mövzusuna. Çünki orada da bir istiqamət var ki, Trump məsələn birinci prezidentlik dövründə 2016-2020-ci ildə ondan əvvəl Barack Obama'nın səhv eləmirəmsə Həsən Ruhani idi o zaman İran prezidenti, o nüvə anlaşmasından imtina etdi. 2018-ci ilin oktyabrında. Bəli, anlaşmanı faktiki cırıb atdıcı bir yeşiyinə. Dedi yeni anlaşma lazımdır, amma alınmadı o zaman. İndi Trump yenidən deyir ki, mən İranla istəyirəm yeni anlaşma imzalayım. Və danışıqlar da intensivləşib. Omanda görüşlər keçirir, İtaliyan paytaxtında. Gələn həftə yenidən Omanda görüşlər olmalıdır. Siz necə hesab edirsiniz? Tehranla Vaşinqton arasında razılaşma ehtimalını yüksək qiymətləndirmək olar mı? Yoxsa bu da Rusiya-Ukrayna məsələsinə dönəcək? Bilirsiniz necə? Orada bu məsələdə Amerika Birləşmiş Ştatlarının İranın qarşısına qoymuş olduğu əsas iki məsələ var. Bəli. Bu bir nüvə deməli nüvə və raket ballistik raket proqramlarının ümumiyyətlə deməli imtinası məsələsidir ki, bəli. Bu da mən hesab edirəm ki, İranın qəbul etməsindən asılı olacaqdır. Yəni sizə qəbul edəcəkmi bu? İnanmıram. Qəbul etməsi müharibədə ehtimalı da var. Amma bilirsiniz necə, qəbul etməsə təbii ki, gözlənilən müharibədir. Amma İranın da biz hər halda ümumi siyasətinə və yanaşmasına baxanda onlar
sözün başqa cür çıxmasın, ümumiyyətlə siyasətdə belə çox egoistcəsinə yanaşırlar. Onlar da bu ego, yəni belə deyim də, yəni tək özlərini düşünürlər. Yəni onlar üçün siyasətdən cəmiyyətin də nə qədər zərər çəkəcəyinin hesab etmirəm ki, düşünmürəm. Bəli. Cəmiyyəti düşünsələr, bəlkə də bu anlaşma onların hava su kimi lazımdır. Hava su kimi lazımdır, təbii ki. Bugün əgər onlar cəmiyyəti düşünsəydilər, bugün bizim Cənubi Azərbaycanda 20 milyondan artıq azərbaycanlılarımız yaşayır. Bu halda İran hər zaman belə olub, əsrlərcə belə olub, müsəlman ölkəsi ola-ola Ermənistana qardaşlıq edib, Ermənistanın yanında olub. Biz qərb ölkələrinin Ermənistana olan dəstəyini görürük. Burada bir xristian təəssübkeşliyi var, bəli. Ancaq müsəlman ölkəsinin, bugün Azərbaycanın dünən olduğu kimi, bugün də inanmıram ki, gələcəkdə də onların deməli, dəyişsələr nə gözəl, nə xoş olar bizə ki, yəni müsəlman ölkəsinin təəssübünü çəkmək bunlarda ümumiyyətlə yoxdur. Və bu həqiqətən də hər bir Azərbaycanda böyük təəssüf hissi yaradır. Yəni bilirsiniz necə, bu ümumiyyətlə biz dünyaya baxanda bugün baxın, təbii ki, qərb ölkələri də öz maraqları naminə Ermənistandan istifadə ediblər. Bu da bəllidir. Amma hər halda Ermənistanın yanında olublar. İstər müharibə zamanında, istər müharibədən öncəki dönəmdə, istər müharibədən sonraki dönəmdə hər zaman deməli İran Ermənistana öz yardımlarını, istər hərbi, istər maddi, mənəvi, hər tərəfli yardımlarını onlardan əsirgəməyibdir. Və təbii ki, bu olan halda, bu cür yanaşma olduğu halda düşünürəm ki, onların ümumiyyətlə bu proqramlardan geri çəkilməsi biraz dumanlı görünür, biraz çətin görünür. Hər halda bu yəni belə çıxış Amerikanları yenə də aldatmağa çalışırlar. Çünki keçən dəfə də razılaşma oldu. Sonra şəkillər üzə çıxdı ki, bəzi mərkəzlərdə uranın zənginləşdirilməsi prosesi davam edir. Davam edir. Siz düşünürsünüz ki, yenə də eyni şəkildə davam edəcək. Çünki məsələn Abbas Araqçı, bunların xarici İşlər naziri son görüşdən sonra, səhv eləmirəmsə Roma görüşündən sonra biraz müsbət açıqlamalar verdi ki, o da yəqin hiylədir. Əslində irəliləyiş yoxdur bəlkə də. Yəni İrəliləyiş olduğunu düşünmürəm. Düşünmürəm, xeyr. Elçin bəy, siz necə hesab edirsiniz? Yəni onların yanaşmaları bu cürdür, bilirsiniz necə Elxan bəy? Onlar hər zaman dolayısı yolla, aldatmaq yolu ilə, biraz dediyinizə, sözünüzə qüvvət, hiyləgərlik yolu ilə, yəni bu şəkildə öz deməli mövqelərini ortaya qoyurlar. Amma siz vacib bir məqama toxundunuz ki, əslində cəmiyyətin sifarişi fərqlidir. Bu məsələ var. Cəmiyyət normal yaşamaq istəyir, iqtisadiyyatları ağırdır, inflyasiya dərinləşib. Bütün dövlətlərin əksəriyyətlə münasibətləri pisdir. Burada Elxan müəllim bir neçə faktor. Nəinki müsəlman ölkəsi ilə, bugün İranın dünyanın hansı ölkəsinin ümumiyyətlə münasibətləri normaldır? Bəli, yəni Azərbaycan nümunə ortada. Türkiyə nə pislik edib? Bu günlərdə Türkiyədə... Məncə nüvə proqramına qayıdaq, yəni bundan bağlı fikirlərimi səsləndirim, çünki ondan danışılır. Əlbəttə. Amerika Birləşmiş Ştatlarının mövqeyində İran nüvə proqramından bağlı son müddət ərzində bir neçə dəyişiklik yaranır. Birinci, kəskin şəkildə İran nüvə obyektlərinin vurulması məsələsi gündəmə gəlmişdi və eyni zamanda Sepaha məxsus olan raket komplekslərinin yerləşdiyi ərazilərin, həmçinin orduya məxsus olan deməli hava hücumundan müdafiə sistemlərinin vurulması məsələsi gündəmdə idi. Amma daha sonra bu yanaşma tərzi dəyişdi, demontaj məsələsi ortaya çıxdı, yəni sökülməsi, tamamilə nüvə obyektlərinin sıradan çıxması. Amma son yanaşmalarda biz artıq İranın nüvə proqramlarının, daha doğrusu uranın zənginləşdirilməsinin 3-4% aşağı endirilməsi məsələsinin gündəmə gəldiyini şahid olduq ki, bu da mülki məqsədlərlə istifadəni nəzərdə tutan bir yanaşmadır. Yəni bu pozisiya əvvəl daha sərt. İran artıq güzəştə gedir sanki belə. Burada daxildə iki tərəfli güzəştlərin olduğu göz qabağındadır və daha öncə bəlli bir mesajlar da səsləndirildi ki, İranın bu günə qədər zənginləşdirilmiş uranın Rusiyaya təhvil verilməsi perspektivi ilə bağlı bu məsələ yenə də gündəmə
demək gəlib. Yəni zənginləşdirilmiş uran Rusiyaya təhvil verilir və nəzarət funksiyası da onlar tərəfindən həyata keçirilir prosesdə Amerikanlar razılaşarlar mı? Həyata keçirilməsi üçün. Bununla bağlı Obamanın vaxtında da belə bir təşəbbüs ortaya çıxmışdı. Yeni bir təşəbbüs deyil. Mexanizm yenidən gündəmə gətirilib, amma nəticəsinin necə olacağı öncədən söyləmək çox çətindir. Paralel olaraq İranın da istəkləri var. Bu istəklər də birinci növbədə İranın dondurulmuş aktivlərinə çıxışın əldə edilməsidir. Vacib faktorlardan biridir İran iqtisadiyyatı üçün. İkinci amil isə Çin şirkətləri, hansı ki İran neftini alırdılar, Birləşmiş Ştatlar tərəfindən sanksiya tətbiq olunub, onlara münasibətdə həmin sanksiyaların aradan qaldırılmasıdır. Omanda keçirilən görüşdən sonra müəyyən müsbət mesajlar verildi, amma bu hələ də nəticələrin deməli müsbətə doğru irəlilədiyini söyləməyə əsas vermir. Ümumi baxış bucağı qənaətimə görə İran son nəticədə, yəni başqa alternativi olmadığı üçün məhz nüvə proqramının indiki motivlərlə inkişafından vaz keçməli olacaq. Bunun alternativi yoxdur. Prinsip etibarilə Trumpın tolerant yanaşmasının bir neçə aspekti var. Yəni Trump indiki şəraitdə İranın nüvə obyektlərinin vurulmasına qarşı ona görə çıxış etmir ki, o Tehran hakimiyyətini sevir və yaxud ona münasibətləri çox yaxşıdır və bu hakimiyyətin motivlərinin, baxış bucağının dəyişməsini gözləyir. Xeyr, elə şey baş verməyəcək. Əsas burada topluma qarşı olan münasibətdir. Çünki müdaxilə olacağı təqdirdə İranın indiki rejiminin daim istifadə etdiyi çox belə mühüm bir ideoloji faktor var. Xarici düşmənə qarşı birləşdirmək faktoru. O şansı Trump onlara vermək istəmir və bu sərt siyasətlə paralel olaraq topluma qarşı hərəkət etmədiyini, yəni mesajlarda da diqqət edirsiniz ki, Amerika İran xalqının yanındadır. Trumpın mesajlarında ön plana çıxan faktorlardır. Amma İran rejiminin qarşısındadır. Siyasət paralel şəkildə aparılır. Verilən mesajların da təməlində dayanan faktorlar bundan ibarətdir. Mən sizinlə razıyam. Əslində, nümunə kimi 1979-cu ildə İslam inqilabından sonra əslində indiki rejimin, belə deyək də, bünövrəsi möhkəm deyil. Müəyyən orada siyasi proseslər gedir. Amma nə xilas etdi indiki rejim? Bir il sonra başlanan İraqla müharibə. Düzdür, İraqın o zamanki diktator Səddam Hüseyn torpaq iddiası var. Şah vaxtı bunu eləyə bilmərdi. Amma o 8 illik müharibə siz demiş, İran rejiminə imkan verdi ki, sütunlarını möhkəmlətsin. Baxmayaraq ki, böyük itkilər vermişdi müharibədə. Ki, sütunlarını möhkəmlətsin. İndi də bəli, mən hesab edirəm, müharibə olsa, İrandakı o mühafizəkar dairələri bundan öz məqsədləri üçün istifadə edə bilərlər. İranda yaşayan bütün xalqları vahid düşmənə qarşı motivə edə bilərlər. Amerika bunu anlayır. Amma İsrail anlayırmı? Çünki İsrail Amerikanı tələsdirir. Benjamin Netanyahu Trumpa və ondan əvvəlki prezidentlər deyir ki, İran aldadır. Gəlin, indi nə qədər zəifdir zərbələr var. Burada bir məsələ də var. Tək axı nüvə çalışmaları ilə bağlı tələb deyil. Yəni, uranı zənginləşdirmə. Amerika və İsrailin bir başqa tələbidir. Bu vaxtda çoxdan... Bu proksilərin silahlı qüvvələrdən... Ona da, məsəl üçün, İranda neçə qüvvə var? Biz sizinlə bu barədə... Bilirik, təbii. Mühafizəkarlar buna razılaşarmı? Məsələ burasındakı proksilərin sıradan çıxarılması ilə bağlı siyasət dəyişməyib baxır. Yerində qalmaqdadır. Yəni, nüvə zəifləyiblər o proksi qüvvələr. Xeyr, bu yaxınlarda hətta Suriya hökumətinə Birləşmiş Ştatların diplomatları tərəfindən rəsmi şəkildə deməli, tələblər irəli qoyub ki, İrana bağlı olan bütün qüvvələr, hətta Fələstinə bağlı olan Həməsə, Hizbullaha dolayısıyla ərazidən çıxarılsın və Amerika Birləşmiş Ştatlarına imkan verilsin ki, onlar deməli Suriya ərazisində həmin qüvvələrə qarşı deməli əməliyyatlar keçirilsin. Yəni bu yanaşma paralel şəkildə aparılır. Gizli şəkildə aparılır və artıq diplomatik müstəvidə bu mesajlar verilməkdədir və İsrail də İranın proksilərinə qarşı bir mənalı olaraq deməli mübarizə aparmaqdan, onları sıradan çıxartmaqdan əl çəkməyəcək. Müdaxilə İranın daxilə olunmayacaq və yenə deyim, o konsolidasiyaya imkan verməmək üçün, yenidən ideoloji aspektdən xarici düşmən faktorunu önə çəkməmək üçün 1979-cu ildən İran rejiminin və onun təmsilçilərinin iki əsas şüarı var. Mərcibər Amerikaya ölüm, mərcibər İsrail. Bütün ideologiya bunun üzərində qurulur və bu ideologiyanı Trump
dəyişmək niyyətindədir. Yəni faktor rejimin əlində yenidən kütlənin konsolidasiyaya nail olmaq üçün imkan vermək niyyətində deyil. Məndə belə bir təəssürat yanıb ki, Günay xanım, Elçin bəy də bunu qeyd etdi, o iki tələb ki var. Əslində İran indiki bu soydaşımız da orada dövlət başçısı, prezidentim, möhtədil bir insandır. O Trumpla razılaşmaq da istəyər Uran məsələsində və hətta ona da razılaşar ki, bu proksi qüvvələr ki, Elçin bəy də xatırlatdı ki, İsrail onu xeyli zəiflədib, Hamas bir başsız qalıb, Hizbullah var. Deyə bilər ki, yəni müharibə bəsdirin də bunları silahlandırır. Bu pullar bizə lazımdır. İqtisadiyyatımız ağır gündədir. Hətta Pezeşkiyan bir təkliflə çıxış etmişdi ki, paytaxtda yaşamaq mümkün deyil tərəf. Gəlin paytaxtda köçək. Buna da maliyyə lazım. Həm də maraqlı bir istiqamət demişdi. Ərəb körfəzi istiqamətində. Bəli. Yanaşma qənaətimə görə o da pozitiv bir yanaşmadır. Yəni fakt ki, Pezeşkiyan bu məsələdə baxışı odur ki, yəni bu İran mühafizəkarları bu yanlış siyasətdən əl çəkmir. Amma yenə də mən Elçin bəylə razım, əl çəkəcəklər, bunu gələcəyə göstərəcək. Məsud Pezeşkiyandan danışmışkən, bu proqram efirə yayınlanana bir gün sonra, yəni bazar ertəsi, İran prezidenti Məsud Pezeşkiyan Azərbaycana səfəri başlamalıdır. Başlamalıdır, niyə deyirəm? Yəni elə bir fövqəladə hadisə baş verə bilər ki, bilmirəm, yəni səfəri təxirə salmaq çox Pezeşkiyan üçün çətin olar. Çünki heyəti də açıqlayıb, 100-dən çox iş adamı gələcək. 120. İçərilərində güneyli soydaşlarımız, iş adamları xoş gəlirlər, səfa gətirirlər. Siz bu gələcək səfərin nəticələrini necə proqnozlaşdırırsınız? Bu iki tərəfli münasibətdə necə təsir edəcək? Hesab edirəm ki, bu iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün olduqca vacib səfərlərdən biri hesab olunar. Xüsusilə energetika, nəqliyyat, kənd təsərrüfatı sahəsində də bizim bu deməli danışıqlarda gözləntilərimiz var və ən əsas məqamlardan biri də mən xüsusilə bildirmək istəyirəm ki, səfər çərçivəsində İranla Azərbaycan arasında yerləşən sərhəd bölgəsində birgə infrastruktur layihələrinin həyata keçirilməsi də zənnimcə nəzərdə tutulur və burada o infrastruktur özündə azad iqtisadi zonaların yaradılmasına ehtiva edirmi sizcə? Çünki Ermənistanla belə bir bunların azad iqtisadi zonaları var, səhv eləmirəm. Elçin bəy elə deyilmi? Var, bəli. Bizlə də ola bilərmi elə? Təbii ki, bu hesab edirəm ki, gözləniləndi və ən deməli vacib məqamlardan biri də mən hesab edirəm ki, regional təhlükəsizlik məsələlərinin müzakirə olunması da bu da çox deməli gözlənilən müzakirə mövzularından biridir ki, hansı ki deməli istər terrorizmlə birgə mübarizə, istər bildiyiniz kimi bu narkotik qaçaqmalçılığa qarşı ciddi bir problemə 30 ildir İrandan bizə narkotik keçir. Davamı da gəlir əlbəttə. Bəli, mən hesab edirəm ki, bu məsələlərin birgə müzakirəsi gözləniləndi və hesab edirəm ki, bu məsələlərdə biz qarşılıqlı razılaşma ilə, qarşılıqlı belə deyim, anlayışla bu məsələlərdə regionda təhlükəsizliyin təmin olunmasına töhfələrimizi verə bilərik. Günay xanım, siz bir qədər öncə bir fikir də söylədiniz ki, ego məsələsi var ki, İranda ego. İranda belə konstitusiyaya görə açıq danışıq, prezidentin belə böyük səlahiyyətləri yoxdur. Qərar verən ali dini ətrafı və sepah generallar. Yəni təsəvvür edək, İran prezidenti gəldi. Əslində çox üzr istəyirəm, mən elə ona nəzərən dedim, çünki özünüz də sonradan vurğuladınız ki, yəni hazırki İran prezidenti bizim soydaşımızdır, deməli Cənubi Azərbaycandandır. Təbii ki, bütün bunları nəzərə alaraq elə mən ətraf, yəni sizin indi vurğuladığınız, gələcəyiniz məsələyə görə, yəni o nöqteyi nəzərdən məsələyə yanaşır. Çünki belə bir bizim cəmiyyətdə və ekspertlər arasında da belə bir fikir var ki, indi gələcək hər şey yaxşı olacaq. Ortaq layihələr, siz demiş, terrorla birgə mübarizət qayıdacaq, hansısa bir sepaha bağlı agentlik Azərbaycana ilə açıqlama verəcək və yaxud ali dini liderin hansısa bir şəhərdəki cümə imamı nəsə bir deməli cümə günü o yığılırlar. Azərbaycan əleyhinə bir bəyanat verəcək və hər şeyin üstündən xətt çəkəcək. Siz necə proqnozlaşdırırsınız? Mənim qənaətimə görə indiki şəraitdə İran mühafizəkarlarının xüsusilə ölkə sərhədlərindən kənarda təzyiq imkanlarının sıradan çıxdığı bir zaman kəsiyində hal-hazırda ciddi müqavimət göstərmək imkanları yoxdur. Bu proseslə güya barışmadıqlarını
diqqətə çatdırmağa çalışsalar da, nəticə etibarilə düşünürəm ki, yaranmış vəziyyət onları və situasiya ilə barışmaq qarşısında qoyacaq. Çünki başqa alternativləri də yoxdur faktiki olaraq. Yəni nəticə etibarilə ölkənin iqtisadi durumu göz qabağındadır. İnflyasiya fantastik həddədir və bütün dünya ilə əlaqələrin qırılması nəticə etibarilə həmçinin bu günə qədər xaricdəki proksilərə və terror qruplarına ayrılan vəsaitlərin hal-hazırda heç bir effektiv nəticəyə gətirib çıxarılmaması, yəni prosesin artıq İranın daxilinə doğru irəliləməsi mühafizəkar qanadın məğlubiyyətə düçar olduğunu ortaya qoyur. Əslində mən Pezeşkiyanı İranın şansı kimi baxıram. Nəticə etibarilə ölkənin sivil bir sistemə keçid dövrü üçün Pezeşkiyan hal-hazırda İranın əgər mövcud şəraitdə mövcud sərhədlər çərçivəsində kimlərsə mövcudluğunu arzulayırsa və daha təhlükəsiz, daha sivil bir dövlətə çevrilməsini diləyirsə, qənaətimə görə Pezeşkiyanın baxış bucağı bunun üçün ən böyük əsas verən faktorlardan biridir. Baxımdan mən əslində onun mövqelərinin möhkəmləndirilməsinin tərəfdarıyım. Prinsip etibarilə. Yəni söhbət onun bizim soydaşımız olub olmamasından getmir. Yəni alim dini rəhbər də bizim soydaşımız və son nəticədə onun yürütdüyü siyasətin mahiyyəti də göz qabağındadır və bu aqressiv mühafizəkar yanaşma tərzi əslində Azərbaycan-İran münasibətlərinin, İran-Türkiyə münasibətlərinin yüksəlməməsinə, inkişaf etməməsinə xidmət edən əsas faktorlardan biridir. Bu siyasət dəyişməlidir. Bunu Pezeşkiyanın vasitəsilə eləyəcəklər. Kimin vasitəsilə eləyəcəklərsə, İranın indiki kollaps vəziyyətindən çıxması üçün başqa alternativi yoxdur. Alternativ müharibədir. Təbii ki, bu müharibə baş verərsə əgər, mən bunu gözləmirəm, bu uzun müddətli bir müharibə olacaq. Qısa proses çəkməyəcək. Çünki daxilə hər hansı bir formada müdaxilə, konsolidasiyanı möhkəmləndiriləcək. Psixoloji aspektdən məsələlərə yanaşıram. Eyni zamanda ideoloji amilləri də bu prosesin içərisində yer alırlar. Götürürəm, terror aktları və s. və ilaxır. Yəni uzun müddətli bir proses həyata keçiriləcək ki, heç kim ümumiyyətlə müharibələrin dayandırılması faktorunun indi şəraitdə önə keçdiyi bir zaman kəsiyində İranla müharibənin arzulanmasını istəmir. Amma müharibə olmasa da müharibədən daha sərt davranışlar ortaya çıxa bilər. Yəni faktiki olaraq İran neftinin az miqyasda da olsa dünya bazarına çıxması, qarşısında alınması istiqamətində addımlar ata bilər. İranla ticari münasibətlərdə olan bütün digər ölkələrə qarşı daha sərt siyasətin həyata keçirilməsi perspektivi də var. Bu aspektdən də düşünürəm ki, mühafizəkarlar ən azı müvəqqəti bir olsa da, zaman kəsiyi olsa da belə siyasi səhnəni mötədillərin ixtiyarında buraxmaq məcburiyyətindədirlər. Amma bu daha öncəki proseslərin davamı olmayacaq. İran rejimi eyni oyunu daha əvvəllər də oynamışdı. Mötədil, mühafizəkar oyunlarını oynamışdı və beynəlxalq ictimaiyyətdə inandırmağa çalışmışdı ki, hakimiyyət dəyişdi, prezident gəldi, mötədillərdən oldu və İran siyasət dəyişəcək. Dünya artıq buna inanmır. Əgər dəyişməyəcəksə... Çünki siyasət də dəyişmir. Təbii, dəyişməyəcəksə artıq bunun qarşılığı olacaq. Məhəmməd Xatəmi mötədil 8 il prezident oldu, 2 dəfə heç nə dəyişmədi. Ona böyük müddət. Həsən Ruhani heç nə dəyişmədi. Sonra kim oldu? Əslində bu kart artıq bilirsə oynanılıb və dünyada artıq bu karta yenidən... Çünki konstitusiya hüquqları da elə böyük deyil ki... Burada yeri gəlmişəm, bir başqa xəbər də yayıldı. Bu Məsud Pezeşkiyandan sonra Azərbaycana İsrailin baş naziri Benyamin Netanyahu səfər edəcəyi xəbəri də yayınlandı. Düzdür, bu Netanyahu Azərbaycan heç səfər olmayacaq. Mən xatırlayıram, jurnalist olanda bu hətta məqalə də yazmışdım. 97-ci ildə də Cənubi Koreyada səfərdən qayıdanda təyyarəsi Binə hava limanına indi və mərhum prezidentimiz Heydər Əliyevlə bir görüşü olmuşdu. Bu səfərlə bağlı siz hansı məsələlər müzakirəsi üçün gəlir? Mən qənaətimə görə bu səfərlə bağlı məlumat informasiya təxribatıdır. Xüsusilə də bunun Pezeşkiyanın səfəri öncəsi səsləndirilməsi. Bunu kimlər bizə qarşı edir? Məsələn, İsrail dövləti təbii ki, Azərbaycanla münasibətləri yüksək səviyyədədir, amma biz İsrail knessetində Azərbaycan əleyhinə çıxış edənlərin də şahidi oluruq. Yəni orada az miqyasda da olsa erməni diasporunun təsir imkanları var. Və yaxud da ola bilsin ki, hansısa informasiya məkanında
məhz reaksiyanın yoxlanılması məqsədi ilə bu informasiyanın da məlumatın da Belə fikirlər, ötürülməsi bəli, ola bilər. mümkündür, yəni istənilən halda. Amma bu informasiya təxribat xarakterlidir və düşünürəm ki, bunu ciddi qəbul edənlərin sayı da bir o qədər də çox deyil və bu həm də Pezeşkiyanın səfəri öncəsi edilən bir yanaşma deyil, eyni zamanda Azərbaycanın Türkiyə-İsrail münasibətlərinin normallaşması prosesində iştirakına qarşı yönəlmiş bir informasiya savaşının tərkib hissəsidir. Çünki istər-istəməz belə yanaşmalar, belə informasiyalar Türkiyə tərəfində də qıcıqlanmaya səbəb olur və aspektdən də məqsədyönlü bir informasiya olduğu qənaətindəyim. Əgər səfər reallaşmasa sizin proqnozda tam doğru çıxacaq. Mən sizinlə razıyam. Günay xanım, əslində Elçin bəy toxundu. Yəni biz bir tərəfdə bizim strateji müttəfiq qardaş dövlət Türkiyədir, bir tərəfdə də bir tərəfdaşımız və dostumuz İsrail. Biz bu iki dövlət arasında münasibətlərin gərgin olmasını istəmirik və ilk dəfə Prezident İlham Əliyev də Ağdadakı toplantıda dedi ki, biz vasitəçi olmuşuq. Məsəl üçün Prezidentin köməkçisi qısa müddət ərzində 2 dəfə İsrailə səfər etdi və sonuncu səfərdə baş nazir Benyamin Netanyahu ilə də görüşdü. Yəni bu Azərbaycanın İsraillə bu sıx tərəfdaşı, İrandakı mühafizəgər dairələrin qıcıq doğrusu. Bu baxımdan Elçin mənə razısınızmı ki, səfər reallaşmasa, deməli kimsə bundan təxribat məqsədilə bu xəbəri yayır? Reallaşmasa təbii ki, yəni bu variant da mümkündür, ola bilər. Ola da bilər ki, bu yəni bilirsiniz necə biz bunu öncədən təxmin etmək, yəni dəqiq demək mümkün deyil. Sadəcə biz təxminlərimizi deyə bilərik. Ola bilər ki, hansısa bir səbəbdən də təxirə salına bilər. Və yaxud Elçin bəy dediyi kimi bu bir informasiya savaşının növbəti bir silahı kimi də biz bunu belə deyək qəbul edə bilərik. Amma istənilən halda İsrail deməli dövlət rəsmisinin Azərbaycana səfəri çox normal bir yəni ki səfərdir. Bəli, qəbul olunmalıdır. Çünki Azərbaycan və İsrail münasibətləri çox dərin bağlara, dərin sıx deməli köklərə gedib çıxır və mən xüsusilə vurğulamaq istərdim ki, bizim zamanında İsraildən əldə etdiyimiz, aldığımız hərbi sursatlarla biz məhz Azərbaycanın qüdrətini də 44 günlük Vətən savaşında bütün dünyaya bəyan etdik. Yəni İsrail hər zaman Azərbaycanın yanında olub. Azərbaycan hər zaman İsraillə nəinki dost, həm də deyərdim ki, bir qardaş münasibətləri sərgiləyiblər və sərgiləməkdədirlər. Lakin bir tərəfdən Türkiyə və İsrail, yəni bizim sanki ortada belə deyək, mərkəzdə durmağımız əslində bu həm Türkiyə üçün, həm İsrail üçün çox xoş, məramlı bir vasitəçilikdir. Yəni Azərbaycan bugün dünyada regionda sülhün tərəfdarıdır və bugün hər iki ölkə ilə münasibətlərinin yüksək səviyyədə olması əslində hər iki ölkənin deyərdim ki, bir qazancıdır. Çünki istər Türkiyə ilə qardaş münasibətləri, istər İsrail ilə qardaş münasibətləri və gələcəkdə bunların belə deyim, həll edə bilməyəcəkləri, o bir masa ətrafında əyləşib çözə bilməyəcəkləri məsələləri bugün Azərbaycan bir vasitəçi kimi öz üzərinə götürür və xoşməramlı missiyasını ortaya qoyur. Və düşünürəm ki, bugün Azərbaycana, daha doğrusu İsrailin hər hansısa bir dövlət rəsmisinin öncə dediyim kimi gəlməsi çox normaldır və qəbul olunandır. Bir incə detal var burada. O da ondan ibarətdir ki, bəlli olduğu kimi Azərbaycan bir dəfə artıq Türkiyə-İsrail münasibətlərinin normallaşması prosesində iştirak edib və bu çox aktiv şəkildə həyata keçirilib, öz nəticəsini də verib. Amma indiki şəraitdə biz diplomatik ünsiyyətin sadəcə hələlik təhlükəsizlik orqanları səviyyəsində həyata keçirdiyini nəzərə alsaq, mən prosesin hələ Netanyahunun Azərbaycana səfəri üçün yetişdiyi qənaətində deyiləm. Proses hələ yetişməyib, ora gəlib çatmayıb. Ola bilsin, İsrail prezidenti gələ bilər, bundan öncə də gəlmişdi. Digər rəsmilər də gələ bilərlər, amma burada personadan söhbət gedir. Netanyahun özündən gedir. Ona olan münasibətdən, Qəzzada baş verən proseslərlə bağlı olan münasibətlərdən çox həssas məqamdır. Azərbaycan bunu qənaətimə görə çox yaxşı başa düşür. Düşünürəm ki, İsrail də çox yaxşı başa düşür. Özdə burada bir məqam da var. O Prezident İlham Əliyev də vurğulamış, siz də xatırlatdınız. Birinci vasitəçilikdən sonra
müəyyən normallaşma başlamışdı. Türkiyə isə sadəcə bu Qəzzadakı bu fəlakət başlayandan sonra əlaqələr yenidən gərginləşdi. Yenə də biz vasitəsiz, amma bizim məqsədimiz məncə Elçin bəy bu iki dövləti bu saat barışdırmadır. Bu çox çətin məsələdir. Əslində burada ziddiyyətlərin dərinləşməsi, o istiqamətdə Suriyada davam bu toqquşmasında. Təbii. Məsələnin istiqaməti. Mən hər iki millət vəkilimə təşəkkür edirəm. Günay xanım sizə təşəkkür edirəm. Elçin bəy sizə təşəkkür edirəm gəldiyinizə görə. Əziz seyircilər, xatırladıram ki, proqramımızın bugünkü qonaqları çox hörmətli millət vəkilləri Günay Ağamalı və Elçin Mirzəbəylidir. Biz proqrama Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfərindən başladı. Çox önəmli səfər idi. Ticarət əlaqələri yüksəlir. Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycan marağı artıb. Orta dəhliz layihəsi var. Bütün bunlar Azərbaycanın və Çinin diqqət mərkəzindədir və bu istiqamətdə də addımlar atılacaq. İndi Rus-Ukrayna müharibəsinə gəldikdə burada vəziyyət həmişə kimi qəlizdir. Düzdür, Tramp öz təkliflərini hər iki tərəfə bildirib. Əslində müharibə sona çatmalıdır, amma necə sona çatmalıdır? Bu vaxtda da Prezident İlham Əliyev son çıxışlarından birində vurğuladı ki, və birmənalı Ukraynanın ərazi bütövlüyünü dəstəkləməklə yanaşı, əslində İlham Əliyev onu da dedi ki, atəşkəs Ukraynanın zərərinə olacaq. Azərbaycan nümunəsindən çıxış edərək. Bizdə atəşkəs var idi. Düşünürdük ki, 90-cı illərin əvvəllərində beynəlxalq aləm belə hüquqi sənədləri əlində rəhbər tutaraq Ermənistanı işğala son qoymağa vadar edəcək. Amma olmadı və biz özümüz bu ədaləti bərpa etdik. BMT-nin o məlum 4 qətnaməsinə də ehtiyac qalmadı. Gələn həftə qonaqlarımız da qeyd etdi, mən də vurğuladım. Bəli, çox önəmli bir səfər olacaq İran prezidentinin. Amma baxın, Azərbaycan prezidentinin Çinə səfəri. Düzdür, İsrail Baş nazirinin səfəri haqqında məlumatlar yayılıb, amma qonaqlarımız da qeyd etdiyi kimi bu xəbər təsdiqlənməyib. Amma bu xəbərin yayılması belə, üstəgəl başqa bir xəbər də yayılıb. İndi o da nə dərəcədə doğrudur, bunu da yaxın gələcəkdə görəcəyik. Türkiyə Cumhurbaşqanının da səfəri ola bilər yaxın müddətdə Azərbaycana. Bütün bunlar onu göstərir ki, Azərbaycanın bölgədə yeri və rolu artır. İran prezidentinin səfərinə gəldikdə, əlbəttə bu səfər diqqət mərkəzində olacaq. Tək ona görə yox ki, Məsud Pezeşkiyan bizim soydaşımız, həm də ona görə deyəlim. Amma həm də bir mötədil prezident və qonşu ölkələrlə münasibətlərin inkişafına çalışır. Çünki bu günlərdə Azərbaycanda səfəri ilə bağlı bir müsbət açıqlamaları olmuşdu. Burada Pezeşkiyan səfəri ilə bağlı bir gözlənti də var. Yəni Azərbaycanda gözləyirlər ki, Bakıda gözləyirlər ki, necə ki Məsud Pezeşkiyan Tehranda və İranın digər şəhərlərində necə ki Azərbaycanca danışır, Şəhriyan şeirlərini səsləndirir. Bakıda da Azərbaycanlı həmkarı İlham Əliyevlə də öz ana dilində danışacaq. Doğrudur, mümkündür ki, buna görə mühafizəkar qüvvələr Pezeşkiyanı topa tutsunlar, ona təzyiq etsinlər. Amma məncə bu amil, yəni bu təzyiq Pezeşkiyanı Bakıda, Azərbaycanda öz ana dilində danışmaqdan çəkindirməməlidir. Yəni Pezeşkiyan İrandakı o həmin mühafizəkar dairələrindən ehtiyat edərək Bakıda İlham Əliyevlə və digər Bakıdakı görüşlərində fars dilində danışsa, mənə elə gəlir ki, bu Arazın bu tayında, o tayında da müsbət qarşılanmayacaq. Yəqin Məsud bəy də bu amili nəzərə alacaq. Sağ olun əziz seyircilər, gələn görüşlərə gələr.